Mən hələ Sovet dövründə Saks vardı bir. Pribaltikadan böyük alim idi. Savaka Paşol deyirdi, Rusça da yaxşı bilmirdi. Amma bir mühaciri oxuyurdu. Gəl sən onun məntiqinə bax, qüvvəsinə bax, nələr danışırdı. Onlar nə qayrıdılar? Məsəl üçün filosofdur da biri və yaxud da öyle. Bir aylıq ona proqram verirdi. Sənin işin, bir illik işin var da, düzdürmü? İşləməlisən. Bu bir illik işin, bir ayının işi budur. Ged istəyirsən öyündə otur yaz, ged istəyirsən o kitabxanada yaz. Amma gətirib bir aydan sonra mənə cavab verirsən. İşə nə işə gəlsin bu? Üdən işləyir də insanlar bu. İş deyirsən ala bu el. Bax belə elə bilirsən insanlara əzməyə çalışırlar. Zamanla zamana görə heç kəs, sən burada dur, sana pul verəcəm. Mən öyle şey olur ha. Sən o pulu o dərsə görə verirsən mənə. O dərsi deməsən mənə, sən pul verməzsən. Düzdürmü? Bəli. O düzgün iş deyil. Onun nahaq elirlər. Mən sağda çoxaldı. Deməli, mən qulunam, orada oturum da belə durum. Nə işə durum orada?